Hekayənin adı Eşşəyin itməkliyi. Yazar Cəlil Məmmədquluzadə. Səsləndirir Leyla Şərifi. Hazırlayan Səccad Müslimi. Axağımızın adresi Dastanca. Məhəmməd Həsən əmi Xudayar bəyi yola salıb gəldi girdiyi evinə. Məhəmməd Həsən əminin evi yekə qış evidir. Çünki qışda bu evdə təndir yanar. O səbəbə evin tirləri qapqara qaralıbdı. Divarların dəxi yuxarıları qaralan kimi olub. Ev köhnə evə oxşayır. Çünki tirlərin çoxsu əyilibdir. Səqfin ortalığından bir hammal verilib ki, tirlərə təkyə olub onları möhkəm saxlasın. Hammalı altdan 2 sütun saxlayır. Hər sütunun altına bir yekə sal qoyulub ki, sütunları həmçinin möhkəm saxlasın. Evin bir tərəfindən təndir üstə duvaq, bir tərəfdə kürsü. Üstə bir qədər çörək qalanıb. Qaranlıq bucaqlarda taxta kimi deşiklərə düzülüb saxsı qab, qaşıq, 1-2 mis qab. Kürsünün altında var üzü quyulu çevrilmiş bir qazan, bir çanaq, içində qatıq, bir qara hisli çaydan. Bir tərəfdə salınıb bir palaz, üstə 1-2 dəstə yorğan döşək. 1-2 taxtaya düzülübdür bir neçə boğça, köhnə papaq və 1-2 mücrü. Vəssalam ki, Məhəmməd Həsən əminin evinə girən əl üstü görər ki, bu kişi kasıb adamdır. Məhəmməd Həsən əmi içəri girən kimi gördü ki, oğlu Əhməd üzü quyulu sərilib quru yerə və ağlaya-ağlaya gah bu yanı üstə çönür, gah o yanı üstə çönür. Yazıq oğlanı güya ki bir zəhərli ilan vurubdu. Ağlaya-ağlaya gah başına vurur, gah başını döyür yerə. Biraz kənarda 45-50 sinnidə bir arvad çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub, qaşqabağla Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarığat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik. Arvadın libası ancaq budur. Əgər deyək ki, bu arvadın ayaqlarında heç başmaq da yoxdur, yəqin eləmək lazımdır ki, bu arvad kasıb bəndənin arvadıdır. Bəli, bu arvad Məhəmməd Həsən əminin arvadı İzzətdir. Məhəmməd Həsən əmi girdi içəri və oğlunu dediyimiz halətdə görüb gəldi onun yanına. Bir qədər əyilib yapışdı oğlunun qolundan ki, bəlkə durğuzub ovutsun. Oğlan dəxi də şiddət elədi. Məhəmməd Həsən əmi şirin dillə nə qədər oğluna təskinlik verdisə, oğlu bir tikə ovunmaq bilmədi. Dur bala, dur ağlama, niyə ağlayırsan? Dəli oğlu dəli. Axşam olacaq, çatda eşşəyi cinə gətirəcək də, eşşəyi öldürməyəcək ki. Dur bala, dur, ağlam. Məhəmməd Həsən əmi oğluna yalvardıqca oğlan səsini ucaldırdı. Birdən Əhməd bir söz deməyib durub qaçdı eşiyə. Ancaq Məhəmməd Həsən əmi daldan çağırdı oğlanı ki, bilsin hara gedir. Oğlan cavab vermədi. Sonra üzünü tutdu arvadına səmt. A kişi, bu səfic oğlu səfic hardan şeytan kimi çıxıb gəlib eşşəyi apardı, bizi mərəkəyə saldı? Lap, vallah belə mərəkə olmaz. Əhmədi heç təhərlə ovutmaq olmayacaq. Allahu Əkbər, belə də şey olardı. Arvadı cavab verdi. Yaxşı, yaxşı, bildilər. Bu sözləri indi sən mənə deyirsən. Ta mən neyləyim? Eşşəyi verməmiş bu sözləri mənə deyəydin da, indi eşşəyi vermirsən, mənə məsləhətə gəlmirsən. Axı ay arvad, vallah necə eləyim? Üzdən utanır. Gəlir istəyir, adamın üzündən gəlmir ki, desin vermirəm. Və bir də bu bir elə şey deyil ki, içsin, batsın. Eşşəkdir da, aparıb cinə qeytərəcək, verəcək özümüzə, eşşəyin ki, ətini yeməyəcək. Bu sözləri deyəndə Məhəmməd Həsən əmi əllərini yanına salıb durmuşdu arvadının qabağında. Güya ki, Divan bəyiyə cavab verir. Divan bəyi əllərini ölçə-ölçə səsini atdı başına.
Kişi, vallah billah səndə bir tüç qədəri ağıl yoxdur. Yaxşı, a kişi, axı sabah yox, biri gün zuvvar çıxırlar. Axı o yazıq heyvanı qoy bir gün rahat qalıb dincəlsin, əmələ gəlsin ki, səni buradan 6 aylıq yola aparsın, gətirsin. Yaxşı, yekə kişi, sırağa günü eşşək getmişdi uzun ağaca. Dünən aparmışdın dəyirmana. Bu gündəki getdi şəhərə. Pəs ha vaxt o heyvan evdə qalıb kökələcək ki, sən onu minəsən, ziyarətə gedəsən. Ay vay, qadam o pis sifətinə. Arvad, Allah xatirinə əl çək mənim yaxamdan. Mənim öz fikrim özümə bəsdir. İndi də necə edək? Eşşəyi Xudayar bəy aparalı yarım saat olar. Mən indi ta gedib eşşəyi ondan alıb kişinin yarı yolda qoya bilərəm ki, kişi cinə necə olsa ağsaqqaldır, adamın cinə işi düşər. Necə ola bilər ki, bir eşşəkdən ötürü hakimi özündən incidəsən? Aparıb eşşəyi cinə axşam qaytarıb gətirəcək da. İndi pəs mən neyləyim? Gəl indi Əhmədi ovut, görək necə ovudacaqsan. Mən balamın ürəyini sıxım. Axı görək nədən ötürü? Görək Xudayar bəylə sənin nə alıb verəcəyin var. Çatdadı, özünə çatdadı da. Görək onun çatdalığının sənə bir nəfi var. Əhmədin eşikdən ağlamaq səsini eşidib, İzzət səsini kəsdi. Əhməd ağlaya-ağlaya içəri soxulub, yenə özünü çırpdı quru yerə və ağlaya-ağlaya vay-vay deyə başladı. Vay vay, mənim eşşəyimi, valla ana Xudayar bəy eşşəyi aparıb şəhərə, oradan eşşəyin üstünə sal yükləyib aparacaqlar kebri qayırmağa. Vay, ana mənim eşşəyimi. Cinə bir qədər ağlayıb, oğlan irəliçi kimi cəldə durub qaçdı eşiyə. Məhəmməd Həsən əmi oğlanın dalınca çıxdı həyətə, görsün oğlu hara qaçır. Amma Əhməd çoxdan gözdən itmişdi. Məhəmməd Həsən cinə evə qayıdıb arvadına dedi ki, görə bilmədi oğlanı. Bu axırıncı fəqərə İzzətin qeyzini dəxi artıq cuşa gətirdi. A kişi, Allah görüm sənin evini bərbad eləsin. Bir ayaq qoy gör axı uşaq hara qaçdı getdi. Oy, Allah mən necə eləyim? A kişi, vallah Əhməd dəlidir. Özünü aparıb quyuya zada salar. Ay arvad, axı mən başıma nə daş salıb? Mən nə bilim indi o hara qaçdı qoydu getdi. İzzət durdu ayağa və köhnə göy çadır şəbi başına salıb çıxa-çıxa bu sözləri dedi. Atana nəhlət Xudayar bəy, anana nəhlət Xudayar bəy. Dədəm tümbətin düşsün Xudayar bəy. Babanın həşri Ömərin həşri ilə qopsun Xudayar bəy. İzzət uzaqlaşdı və səsi gəlmədi. Məhəmməd Həsən əmi bir ah çəkib gəldi oturdu palazın üstə. Dalını dayayıb divara, gezindən yazıq kişinin alnından tər axırdı. Məhəmməd Həsən əmi papağını çıxardı, qoydu yerə və başladı bu cür öz-özünə şikayətlənməyi. Allah, dərgahına çox şükür. Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir. Bu Yazid oğlu Yazid elə mənim eşşəyimi gərək gəlib aparardı ki, başıma bu qədər qalmaqal gəlsin. Kənddə 2000 eşşək var. Get birini min apar da. Elə məni gözün görür. Allahu Əkbər, elə arvad yalan demir ki, doğru deyir də. Yazıq heyvan bir gün rahat qalmır ki, biraz əmələ gəlsin. Vallah, mən bir qəpiç pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki, arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi. Hələ İzzət arvaddır. Allahu Əkbər. Lap işlərim çətin yerdə dayandı. Vallah bilmirəm kasıblıq dərdi çəkim, arvad uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox,
Nə töv verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək olar. Cinə necə olsa hakimdir, çatdadır. Günün günorta çağı gəldi, nahaq yerdən yaxaladı ki, bu qədər iştirafındır, ver. Onda pəs necə olsun? Xeyr, olmazdı ki, verməyəydim. Hələ mən bilmirəm ki, vallahi bu arvad uşaq nə deyir? Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır? Deyin görək, axı məndən bir yerdə alnınızın tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim, verdim. Öz eşşəyimdir. Özüm də verdim da. Axı sizə nə dəxli var? O kişi, yəni insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötürü qalmaqal eləyir da. İzzət yaxşı deyir da. Eşşək bir gün bekar qalmır ki. Bari biraz kökəlsin. Xeyr, onların da günahı yoxdur. Məhəmməd Həsən əmi bu fikirdə idi. Həyətdən İzzətin qayım səsi gəlib Məhəmməd Həsən əminin fikrini dağıtdı. Apar da, apar. Bu köpəyin eşşəyini də apar öldür də. Ay əlinə dönüm Xudayar bəy. Apar öldür də. Allaha qurban olum. Çox əcəb oldu. Çox yaxşı oldu. Bu sözləri deyə-deyə İzzət ox kimi soxuldu evə və üzünü Məhəmməd Həsən əmiyə tutub cinə başladı. Necədir? Di get, rahat oldun, dincəldin ya yox? Ay o pis sifətinə düşsün. Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istəyiblər. Niyə gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Da sənin eşşəyindən başqa eşşək yox idi. Di get, dincəldin. Bu sözləri deyib İzzət çarşavı başından kürsünün üstünə atıb yenə oturdu öz yerində. Məhəmməd Həsən əmi cəldi börkünü başına qoyub durdu ayağa və gəldi arvadının yanına. Arvad, necə eşşəyi aparıblar daşısınlar? Bunu kim deyir? Kim deyəcək? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getməyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ heç soruşmadım eşşəyi nədən ötürü Xudayar bəy aparıb şəhərə. Ay kişi, hələ arvad məni bir aləm məzəmmət eləyib. Mənə deyir ki, siz məcər malınızdan keçmişsiniz. Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötürü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötürü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yollayaq eşşəyi alıb gətirsin. Məhəmməd Həsən əmi bu sözləri eşitsək, üz qoydu qapıya səmt çıxıb getsin. Gedim elə də Əhmədi bu saat göndərim, gedim görüm, hardadır Əhməd? Bu heynədə Əhmədin ağlamaq səsi gəldi. Biraz keçdi, Əhməd də Məhəmməd Həsən əmi də girdilər içəri. Məhəmməd Həsən əmi oğluna cinə eşşəkdən yana biraz arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirirsən. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmməd Həsən əmi dubara ona dedi, zərəri yoxdur, elə şəhərə də yetişmiş olsa eşşəyi alıb gətirərsən. Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı, bir qədər sağa və sola baxdı, sonra şəhərə getməyə razı olub evdən çıxdı.